ABS gördüyünüz kimi Niva'da ABS-in işığı yanı qalırdı. Gedəndə ABS ayağın altında bərk vururdu. 80-dan sonra sürürdün, 90-dan sonra ABS işığı yanırdı. Çıxartdıq, gördük ki, daçqı sayan valında problem var. Palosun paçeniklə çözmüşdü. Sağ tərəfi dəyişdi. O kim sağ tərəfi dəyişəndən sonra düzəldi. Sağ tərəfin aşıqası getdi. İndi sol tərəfdə sürəndən sonra 80-dan sonra 100-dən sonra başladı ABS-in yanmağa. Sol tərəf sökdü, gördü ki, həmin daçqı sayan valı xarabdır. Palosu dəyişəndə vurub ağzını əziblər. Hal-hazırda palosu da paçeniklə dəyişildi. Tam hazırdır. İnşallah aşıqalarda göstərəcəm. Gelib göstərəcəm. Gördüyünüz kimi dişlər yaman gündədir. Vurublar, əziblər. Çünki ABS-in işığı yanır. Sağ tərəfin daçqın aşıqası verir. Yəni diskdə olan zədəliyi göstərir. Bu da gördüyünüz kimi sağ-sol. İki tərəfdə də problem var. Yəni dəyişikliyi aradan qaldırıldı. ABS söhbətində təmiz. Gördüyünüz kimi zamoku açıb bağlayırsınız. Açıb bağlayırsınız. Bir-iki dəfə gözləyirsiniz. Mən də özüm gözləyirəm. ABS sönür. Kod deyirsən və salam. Heç bir şey problem qalmır. Bu qədər. Kimə lazım olsa buyurub əlavə saxlaya bilər. ABS barəsində. Dəqiq diaqnostika bizdədir. Diqqətinizə görə sağ olun, var olun. Minnətdarım.